saat hələ 6-15 dəqiqə. Mən уже metrodayım. Çatmışam. Amma Bakı hələ oyanmayıb. İndi metronun açılmağını gözləyirəm. Hələ 15 dəqiqə açılmağını. Sonra da gedəcək Gəncliyə. Avtobuslar oradadır. Oradan da Qəbələyə. Saat 7'de yürüyüşüm, 8'de yola çıkan bir komanda. Bu uşağın salfetkeye alerjisi. Neyi var? Tiki var, tiki var. Salfetkeye takına böyle. Her bir tür anormallık teşkil ediyor. Özün güzel sıkı. Nizaf gəlir. Yığışdır onu. Bəli. Sübut elədi ki, özün güzel sıkı. Lazım olanda işləmək. Çəkdim də sərdə. Bugün sən nəsə çox kənar qalırsan. Bana qabaq soğan, tur. Yarım desəm sıxmaz. Sıxmaz, narahat. Nizam, belindəki bıçağı bir dənə ver. Bir tane almamız var, bölmeye çalışırıq. Məzə nəsə? Yok, bir tane de alma. Yol artıq yarılanmışıq. İndi bir yerdə saxlayıblar ki, nəsə su, cipsi falan orada yemək almağa. Biraz qaldı. Bir tıqqılı. Bir 2 saata çatırıq. My best idea. President. Bu sən niyə odaqlanır? Son 10 dəqiqəyə çatırıq. Oliveira ilə Holway döyüşəcək. 10 dəqiqəyə çatırıq. Nə düşünürsən bu barədə? Yəni Oliveira bir də Holway. 10 dəqiqəyə çatırıq. Son fikirlərin. Son fikirlərim odur ki, Aha. müqəddəs ata hamımızı qorusun, hamımızı qorusun. Hələ də azı olur. Müqəddəs ata qorusun. Ay baba çarpılat. Belə. Çarpılat vaxtında. Deməz mi? Çoxdan da yağ qar vurdu. Çatdıq. Bütün şokumu götürdüm. Geri otaqlara yerləşməyə. Bizən EB səndən. Deyirəm EB nədir? Və gəlib otelə çatdıq. İndi otağı qısaca göstərəcəm, amma digər otaqlarda qızlar var deyə oraları tam göstərə bilmirəm hələ ki. Sonra göstərəcəm oranda. Bu bizim giriş otağımızdır. Buradan girdikdən sonra belə bir rəf qarşılayır bizi. Digər tərəfdə isə kurtkalarımızı asmışıq. Sonra qapının sağ tərəfində bisi var. Burada şampunlar, diş pastaları, fen ən əsas. Sonra burada kofelər, çaylar, qızların əşyaları var. Buranı tam göstərmirəm. Bir kravat burada var, bir də divan var burada. Gülümüz də var. Sonra bu otaq mənim qaldığım otaqdır. Belə bir şey var, amma bu tam hələ düzəlməyib. 2 nəfərlikdir. Mənim bavulum və mənzərəm. Bu yeni formamızdır. Digər törümdə sarı rəngdə idi forma. Leynimi geyinim gəlim. Və hazıram. Qabaqlarımı da taxdım. Eynim də belə oldu. İndi getməliyəm yeməyə. Biraz da gedə bilməsəm ac qalacağım. Bu ehtimal hamı məni gözləyir. Dostlar, prezidentimiz bizə özəl qulluq edir. Vəziyyət qurmuşuq. Burada qoğallarımız. Burada prezidentim. Burada da MX-im. Salam ver də. Salam. Çaya da almışım. Çay içib indi düşüyü tərmə. Yemək yedim, gəldim çay içib indi düşüdü tərmə. Dostlar, bizi niyə çayda qoymaq fikrində düşünürsünüz? Uydu, məndə o kafa yoxdur ya, mən onu qoyub gedərəm. Sonra qalassan otaqda. Ya sən mənə otaqda. Mən bunu yaşayacağım bu 4 gün ərzində. Hazır. Ay yox, nə oldu? Bu nə açılır? Yox. Yadımızdan çıxıb otaqda qalıb gəlib götürüb gəlməyə. Qoyduğum mahnıya bax.
Bizon Isaac'ın sponsoru diye bize pulsuz bizon paylarlar. Kısa günün karı. Sesiyalar bitti. Saat 7'dir. Gedirik yemək yeməyə. Akşam yeməyə. İndi yemək yeyəndən sonra sesiyadan nə oldu, nə olmadı videolarını çəkəcəm vermiş. Sana bir daha verin. Ay Allah bir şey. Saat artıq 12'dir. Bütün sesiyalar bitti. LC time oldu. İndi gecə qaynayıb qarışma vaxtıdır. Yenimi dəyişdim. Belə. İndi də gedirəm tim yoldaşlarımın otağına. Onlarla bir yerdə vaxt keçirəcək biraz. Sonrası mən də maraqlıdır. Hələ bilmirəm tam nə olacaq. Deyəcəm sizə. Deməli, planlarım uşaqlarla görüşdük. Yəni otağa yığışdıq. Biraz çay, kofe, söhbət, gossip falan. Saat 2-yi səhvləməmsə dağılmışdı. Otağa gələndə qrup yoldaşlarım, yəni otaq meytlərim yatmışdılar hamısı. Receptiondan açar aldım, girmişəm otağa, yəni o dərəcə qaçaqmal kimi. Sonra dünən gec gəldim deyə yatıb qaldım səhər. Səhər yeməyinə gedə bilmədim. İndi ona görə ikinci session'a icazə alıb gəldim, çay dəmləyib. Şokolatım falan var, onu içib biraz evdəkilərlə danışıram. Orada yenidən session'a gedəcəm. Belə ümumi sessiyalardan falan danışsaq, sessiyalarda əsasən hal-hazırda Isaac'da olan digər ölkələrin VP-ləri və yaxud da prezidentləri gəlir. Ümumiyyətlə, indiyə qədər uzun müddət həyatını Isaac'da keçirmiş insanlardır və öz həyat hekayələrini, Isaac'ın olan həyatına necə toxunduğunu bizə bir növ göstərməyə çalışırlar. Bu formada əlavə olaraq bizə suallar falan verirlər və komandaları bölünürük. Networking üçün ən əsas hissələr bunlardır əslində. Dünəndən bəri 4 fərqli timim olub, səhv eləmirəmsə, hər bir sual üçün fərqli komandalar olmalısan və eyni adamlar olmamalıdır. Təbii ki, bunu onlar bilmir, hamıya riayət eləyə bilmir, 200-dən çox gənc var. Amma insan hər bir Isaac artıq bunu dərk eləyərək hamı fərqli insan tapmağa cəhd göstərir. Bəzilərinin Instagramını, bəzilərinin nömrəsini almışam və ən güclü networking bu qədər qısa müddətdə Isaac'da gördüm mən. Yaxşı ki, bu natqaya gəlmişəm. Mən hər dəfə yemək yeyəndə sevirəm də ifşa almağı. Salam ver. Akşin hep bütün videolarımda birində də çoxum salam vermirsən də yəni ki. Belə olun, belə. Hello. Nətərsən, günün necə keçir? Günüm zor keçir. Ay, play eləyə bilmirəm ya. Hər şey okeydir, video çəkib atmışam. Qəbul eləmir. Expo qəbul eləmir apply eləməyimi. Oyda expo çəkilir. Allah haqqı. Şokdaydım da, gün eləyirəm. Arqilin də atmış. Veremiyoruz. Dostlar, lansdan sonra bizə yenə vaxt verdilər biraz. Biz gəldik çay içməyə, yenə gecişirik.
Biz hələ normal çay içməmişik bu 2 gün ərzində. İnşallah sabaha qismətdir. Akşam pişireceğim. Akşam 2 stəkan pişireceğim. Bunun rahatsızlığına baxın. Aman Allahım. Ama gel burada tubuska olaydı ortada rahat içerdik. Neden dilertin? O yine yeyir. Dayanmır 2 dəqiqə. Ben videolarımı çekeceğim ha. Hamısı da yiyirəm. Onlardan bir dənə qəşəng komplikasyon düzəldəcəm. Hello dear plenary. First IXP of expansion Sungayet history. Sessiyalar məlumatlandırıcı və əyləncəli olmaqla 2 formada olur. Ardıcıl olaraq intensiv formada davam eləyirlər. Məlumat xarakterli olanların qısa bir hissəsini çəkəndə çox da bir önəmli bir məlumat olmur orada. Amma uzun şeydə əlbəttə ki də öyrənə biləcəyimiz çox şeylər olur. Ona görə sessiyalardan çox video qoymuram. Amma əyləncə xarakterli olan sessiyalarda telefondan çəkməyimizə qətiyyən icazə yoxdur. Sadəcə anı yaşayıb o an əylənmək əsas məsələdir. Bundan əlavə olaraq Isaac-də bir sevdiyim tərəf də rol kolların olmağıdır. Hər 15 dəqiqəyə breakdə rol kolların, mahnıların qoşub oynayırıq və rol kollar hər timin, mütəmadi olaraq dəyişən hər timin qısa müddətli bir mahnı ilə oynadığı oyuna deyirlər. Oyun dediyim yəni rəqsə. Və bu davam etdikcə, məsələn, hər 6 ayda fərqli tim gəlir, hər biri fərqli rol kol edir və ona görə demək olar bir çox bildiyiniz əyləncəli mahnıların rol kolları var və bunu kollektiv olaraq 100 nəfərin bir yerdə oynadığını düşünün. Çox qəşəng bir ortamdır. Dediyim kimi, bu Natko heç gözlədiyim kimi deyildi. Çox fərqli, çox mükəmməl bir formada keçdi. Çünki mən gələndə çox, belə deyək, aşağı bir gözlənti ilə gəlmişdim. Çünki deyirdilər danışılacaq, plenerlər olacaq, plener görüşüləcək, sessiyalar olacaq və bu formada sessiyalar olacağını, sessiyaların bunu nəzərdə tutulan qətiyyən bilmirdim. Sürpriz oldu və çox qəşəng bir sürpriz yetişəsin. O klasik yemeği yeyir. Klasik yemək. İnterview götürürler bizden. Salam olsun. Sumqayıt buradan. Eşidir Sumqayıt, danışır Bakuada və Sinirdir. Deməli, mənə verir. Ooo, MXP. Bəli, mən MXP olmuşam. Sizə sualımız budur. Aha. Bu Natko. Patyonunuz var birincisi. Yok. Yoktu. Yok. Patyonunuz var. Onun var. Qızlar qalaya hazırlaşıb. Digəri də buradadır. İlahə. Hello. Bunlar da boyslar. Vaxt biraz uzadılıb bekliyoruz. Ben hiç gözlemedim o patlıyorsunuz. Necə olmuşuq? Bayağı elədim. Çox qəşəng məncə. Bir yaşımıza daha geliyor arkadaşlar. O seni bulur ya. Beni olur ya. Canını tur. Nasıl unutur ya. Konuş otur. Eller avutur ya. Sormadım şimdi kimle. Sungayı.
üçün çox özəl bir andır ki, ilk dəfə Expansion Sumqayıtın memberlərdə avazlarla tərif olunacaqlar. Sözü çox uzatmayacağım. Sumqayıt yeni yarandığı üçün və ona dəstək olmaq çox lazım olur və Sumqayıt elə bir ərazidir ki, oradakı gənclərlə birlikdə işləmək biraz çətin olur və hal-hazırda bizim ehtiyacımız bizlə bərabər, İBİ ilə bərabər davamlı şəkildə hərəkət edən, İBİ-yə hər daim dəstək olan memberlərdir. Bu memberlərdən the winner acting sustainability is Nazrin Cabbarova. Okay. Bizim bir departmentimiz artık çok büyüdüğü için, okullar elde ettiği için, çoğaldığı için artık birbirimiz çatdıra bilmirdi ve artık size liderlik kabiliyeti çok yüksek olan, bizimle bir yerde İBİ-yə dəstək olabiləcək liderlik kabiliyeti çok inkişaf etmiş bir member lazımdır. Okay, the winner activity leadership is Adil Mustayev. Son olarak bazen yeni yarandığımız için çok problemle yüzleşebiliriz ve İBİ-nin özünün de çok böyle eğlenceli memberlere ihtiyacı olur. Bir yerde eğlenebileceğiniz, işini hakikaten zevk alarak görecek memberlere ihtiyaç duyuyoruz. Bu memberlerden the winner enjoy participation is Raşit Aliyev. Memberlərimizlə təsvir edirəm və onlar mənim üçün çox özəldirlər. Hal-hazırda üçü burada bizimlə olsa da, digərləri də mənim ailəmdir və inanıram ki, ailəmlə bir yerdə məqsədlərimizə və istədiklərimizə çatacağıq. Bu qədər. Side by side, forward, right. Side by side, forward, right. Sumqayıt. Whenever they chose the way to lead, it was not an easy decision. And whatever the result is, what all of their efforts are paying off today. Like whenever we are Partiden çıxmışıq, eynimizi dəyişmişik. Oturup gözləyirük prezident dəyişsin, indi gedək partiyə. Bir nəfər nə açdığı var, işitmir mən. Na. Paka. Onlar çok ihtimal edeceğim uyuması. Açarlar yoxdur deyə oylayırlar ki, kim gibi basacaq. Gecə saat 3'dür, biz yumurta pomidor sipariş vermişik, acından ölürdük. Deməli, bugün artıq axırıncı gündür. Saat 10'a qalıb, saat 10'da plener başlayacaq. Mən bu videonu çəkib qaçacam ora, hələ yuxuluyam, çünki dünəndən çox gec yatmışıq. Həqiqətən dolu bir düşərgə oldu. Yəni, düşünün, elə bir situasiya yaranırdı ki, axşamında məsələn, uşaqlarla oturub müzakirə edirik. Deyirəm ki, belə bir hadisə olmuşdu 2 gün əvvəl ya da dünənlərim. Uşaqlar deyib, dünən olmayıb ki, bugün səhər oldu. Yəni, bildiyiniz gün o qədər dolu keçir ki, o qədər hər cürə şeyə vaxt ayırmağa çalışırlar ki, səhər olan hadisənin səhər olduğunu belə unudursan. Çünki aralarında o qədər müddət olur.
Elə bilsən ki, dünən və yaxud da ondan əvvəlki gün oldu. 4 günlük bir düşərgə idi. Ayın 5-i gəldi. 3 gecə 4 gün, 8-i bugün bazar gündür. Saat 6 üçün yola çıxacaq. Saat 10-11-ə inşallah ki, Bakıya çatacaq. İndi o isə dəqiq onun videoları çəkəcəm sizə. Dünənlərim telefonumu yaddaşda olmuşdu deyə çox video çəkə bilmədim. Dünən 3-cü günün axşamında qala gecəsi oldu. Hamı oğlanlar kostyumlarını, qızlar gözəl donlarını geyindilər və təltifnamə olundu. Mənim avard almışam, amma avardım prezidentimizin otağında qalıb. Partidən sonra oraya getmişdim, yadımdan çıxıb qalıb orada. Götürüm onu göstərəcəm. Bütün düşərgə boyu demək olar, biz onun hər 15 dəqiqə, 10 dəqiqəlik breyklərdə, eyni zamanda qala gecəsində də bizə hər növ iskisini təklif elədi. Yəni, ödənişsiz formada, hər bir stolda, stenddə və bizi gözləyirdi. Bu 3 gündə ən çox kofesinə bayıldım, ən çox da ondan içmişəm demək olar ki. Bunun xaricində bəlcilərimiz verildi bu formada. İndi qabaq kameranı çəkəm deyə tam görünmür, adım tərsdən görünür. Buna əlavə olaraq pleneridə sual cavab verdiyim üçün bu bir dənə də qolbaq əldə elədim. Mən də 3 dənə də videonun əvvəlində bəlkə də görünür. Bu da 4-cü qolbaq olacaq. İndi inşallah bugün əgər natkoslar açılsam, bir dənə də Mistiko düşərgəsin, yəni bu düşərgənin qolbağını alıb taxmaq istəyirəm, xatirə kimi qalsın. Düzdür, onu ala bilməsəm, çatdıra bilməsəm belə bu Mistiko xatirəsi olaraq qalacaq məndə. Bu xərcində deyə biləcəyim bir şey yoxdur, səhv eləmirəmsə. İndi hazırlaşırıq yığış otaqdan çıxmağa. Sonra gedirik yenə pleneriyə, saat 6-ya qədər davam edəcək dediyim kimi. Belə, bu qədər. Artıq getmə vaxtı gəldi, çatdı. Valizim hazır. Kurtkalarımı götürmüşəm və gedirik. Yəni gedirik deyəndə valizləri başqa yerə qoyacaq. Yəni otaqdan çıxırıq, otağa təhvil veririk hal-hazırda. Darxacam. İlk gün qarlı olanda son gündə. Ay, çok tez açtım, çok tez açtım. Keşke oynayabilseler. Dostlarım, kollektiv oturmuşuq, başımız qarışıb qosipə, video çəkmək yadımızdan çıxıb. Yemek çok tatlıdır, mükemmeldir. Masada sadəcə ikimiz qalmış. O Biz birisi de sevmirəm ama buradakiyle başka bir şey yani. incə-mincə ayala bir kanan kəsir yeri, rəqm tökülür. Bu da prezidentimiz. Prezident. Oğlanlar yedilər, qaçdılar, getdilər istirahət eləməyə. Hamısı yedi. Prezident hələ indi gəlir yeməyə. Fırlanmağa çıxdılar. Dostlar, dışlanırıq. Agenda sürüş. Bunlara baxın. Agenda da. Qoymurlar oturum. Qoymurlar. Müəllimim var idi. Greçka ilə şeyi səhv paylaşmışdı, Greçka şeyfi. Akşin və anlamsız hekayələri. Yer açdılar mənə daxır ki. Ədalətsizliyə son. İlahi ve kofesi. Yazık bu ikisini iğnesin. Ayda. Qutu. Ayı kim nə fiquru düzəltmək istəyir sərbəstdir. Sonra o fiqurların şəklini çəkirik. Expansion qrupuna səs verməyə atırıq. Expansionda tamamilə anonim şəkildə səs vermə olacaq. Diz. Göstər. Diz. Göstər. Tıtıtıtıdım. Baxın. Oyda qarqa burada oxşayır. Çəkil. Kreativ. İndi prezidentimiz seçəcək hansı daha qəşəngdir. O mənki səncə zordur. Benimki sence zordu. Ya, məncə sənki zordur. Tabii ki ben yazdım. Tabii. Buradakı 6 nəfər səs Dostlar, aldım belə bir şey qolbağımı da. Bir dənə də sessiyada verdilər. O biraz ip pasondur. Bir dənə də yaxalıq aldım. Qalsın xatir. Okey. İndi geri sessiyaya. Burada da sertifikatlarımız var. İmzalansın, götürəcəyik. Gəldi. Dostlar, paxıla baxın, qolları doludur. Menecer Yarıma bunları hamısını pulla yığmışam, hədiyyə güclə almışam. menecerinə vermir. Düşünün. İhanətkar. Hələ Rəhimədən kaçatlayan var. Çıxa verir.
Dostlar biz bura ilk gələndə bura qar idi. Biz gəldik, yay gəldi. Hər şey bitib artıq bir dənə closing olacaq, sağollaşacaq və avtobuslar baxın orada gözləyir bizim. Evə gedirik. Hamı həyətdədir, isti havanın dadını çıxardılar. Bu da bizim tayfa. Dostlar, deməli belə bir adət var ki, hər tədbirdən sonra, hər sonda belə deyək, şükür kupsi yazırlar. Və indi də bizimkilərlə gəlmişik təbiət qoyunu. Və Özüm üçün bəzən özümə mənki də oradadır, yazıram. İnşallah öz hamında adına uyğundur. İndi yolda böyük ehtimal mənim şükür kupsindəki olanları oxuyarıq. Saat 10'du dostlar. Biz indi avtobuslarla minmişik. Bu da ay beslim. Uzaq cipsini sən götürdün. Çantamda da. Elde bir Qırmızı cipsi. Dedim dolsun avtobus çıxır. Saat 1'e falan ancaq çatadı. Mən bilirəm ki, arıdan ölən verir tamamilə. Arıdıq məni vardı, dəli olaram. Bir dənəsində pomidor, xiyar, alça turşusu yəni. Bir də pendir var. Yəni pendir çörək də var. Burada 3 dənə lülədir, qalan hamısı aşdı. Bax, əlimlə belə-belə yeyəcəm aşırı, sizi bilmirəm. Amma lüləni bölüşə bilərik. Çox da gec olmasın deyə axşam yeməyi yemədik. Amma adlıda bir dəqiqə o bir dalıq yeməyə çörəyi necə baxırıq da. Yəni tez satacaq. Yes. Yes. Akşin kəfti, sənə uğrar. Canım, mutlu. $100 Allah haqqı. Biz də var. Var, mənimki yoxdur. Ne yazsan? Bu kim yazır? Saxladılar hal-hazırda Şamaxıdayıq səfərimizə. Çox düşlər yemək yeməyə. Mən yolda yatmışdım deyə heç saat hiss eləmirəm. Yine bir saat satarıq, sadəcə 11 işləyib. 11-12 işləyib daha doğrusu. 5 saat çatsaq 1 tonla. Əla. Və mən çatdım. 4 günlük şərqə beləcə bitdi. Saat 3-4-də işləyib. Saat 4-cü gün saat 6-da çıxdığım yola. Bazar gün saat 4-də qayıdıram. Mükəmməl bir müddət idi. İnşallah daha gözəl vaxtlarda, daha gözəl xatirələrlə görüşəndə.